Neçənci sualdır deyin, izah edin. Ben yazdım. Recording in Sınıf oxuyub progress. Neçə? 55-ci sualı 55-ci sualı yaza bilməmişəm mən. Tamam. Ne sualınız var deyin. Problem yoxdur. 55'te budur səhv etmirəmsə, hamini ekran görebilirsiniz də yəqin ki. Bəli müəllim. Tamam. Ümumiyyətlə yadda saxlayırıq nəyə? Bax burada else var, düzdür? Else'dən sonra elof'dan sonra bunlardan sonra ümumiyyətlə isim gəlmir. Bunlar görəndə çıxırıq. İsim olmaz. A getdi. İndi baxırıq nəyə? Bax görürsünüz page cəmsində Azers'dir, Z Azers'dir. Bunlardan sonra ümumiyyətlə isim gəlməz. B-ni yeni çıxın. Ən-Azer'dən sonra isə ən article kimi baxın, sayılan tək isim gəlir, amma bu cəmsindir. Bu da olmaz. More'dan sonra ya cəm ya sayılmayan isim gəlir, C variantı olur. Amma əslində burada başqa bir şeydir. Mən də bu daha qısa variantını dedim sizə. Bir də burada nə var? Many var. How many, nə qədər demək. Gəlin bunu da deyim sizə. Many və ya burada nə ola bilər? Many əvəzinə məsələn much ola bilər. Və ya no ola bilər, any ola bilər, some ola bilər və s. axır ola bilər. Bunlardan sonra 2 dənə əvəzlik gələ bilər. Ya more gələ bilər, ya da azı gəlir, sonra da isim gəlir bunlardan sonra. Aydındır. Niyə gəlir? Niyəsə də ki, bunlar təyin ola bilər. Yəni sifət funksiyasını daşıya bilirlər. Bax budur səbəb. Belə. O da cavab, yəni ya many'dir, no'dur görəndə ya more ya azı götürürük. Başqasını götürmür. Yəni qısası bu da əslində many olanda. Amma sizə başqa variantlar dedim ki, məsələn Azer'dən sonra isim gəlmir, else'dən sonra isim gəlmir. Bu şeylərə diqqət edin. Bax belə. Bilmirəm, başa düşdünüz yoxsa yox. Başa düşmədinizsə bir daha deyin. Düşdüm müəllim, çox sağ olun. Buyurun. Belə, başqa sualınız varsa deyin, izah edeyim. 83 müəllim. 83. Aha. Baxaq. Baxaq 83'ə. 83'də nə deyir bizə? Burada. Bayaqki How many? suala Yenə indi. eynidir. Ayso. Görürsünüz, many'dən sonra nə gəlir? Ya more ya da azı bitdi. Başqasını yaza bilməzsiniz. Bir də 99, 98 məndə səhv çıxıb müəllim. 90, 98, 99. Aha. Baxaq. 98, 99 tərcümədir. Ona görə yenə deyirəm, çoxlu söz öyrənin. Əgər 3-cü kursu səhv etmirəmsə, gələn kimi vaxtınız var. Siz yəni sentyabra kimi mütləq şəkildə belə möhtəşəm şəkildə söz öyrənin. Az-az da yəni bir şeylər tərcümə edin. Yəni balaca hekayələr falan. Bu da tərcümədir. Hardly və ya never cümləni inkara çevirən əvəzliklərdir. Yesterday Jane hardly ate anything at all means. Deyir ki, Jane dünən heç bir şey yemədi. She means o mənaya gəlir ki, she ate, o yedi. A lot, çox yedi. Very little, çox az yedi. Much, çox yedi. Enough, kifayət qədər yedi. Too much, çox yedi. Hansı olar? Sizcə? Hardly not deməkdir. Yəni demək olar heç bir şey yemədi. A lot, çox. Very little, az. Much, çox. Enough, kifayət qədər. Too much, çox. Cavab? Bir B var olar, ya. düzdür. Bəli. She ate very little, çox az idi. Görürsünüz, bu 4 dənəsi də müsbət mənalıdır. Biri mənfidir, çünki hardly cümləni mənfiyə çevirir. O şəkildə də 99-dur. Sally hardly earns anything at all. Sally qətiyyən heç bir şey, yəni pul qazana bilmədi. Means o mənaya gəlir ki, she earns, o qazanır, enough, kifayət qədər. A lot, çox. Much, çox. Too much, daha çox. Very little, çox az. Görürsünüz, hardly cümləni inkara çevirir. İnkara yaxın olanda very little'dır. Keçən dərsdə az-çox demişdik. Only a little, little, very little inkara yaxındır. Hətta inkar kimi də düşünə bilərsiniz. Tam inkar deyil, %100 deyil.
Belə 90% inkardır. İnkar anlamındadır. Bilmirəm, başa düşdünüz yoxsa yox? Yəni başa düşmədiyiniz varsa deyin bir daha. Baxaq, deyim, izah edim. Bu belə. Başqa. Buradakı testlərlə bağlı hər hansısa bir sualınız var? 106-ya baxa bilərik mən. Təbii ki. Baxın. Bax 106-da maqazin, jurnal deməkdir. Bizim bildiyimiz maqazindir, jurnaldır. Cəmdədir. İndi baxaq. Bu isimdir. Elotdan sonra heç bir halda isim olmaz. Elot zərf feili təyin edir. Elot of olmalıydı, of olmalıydı. Maçdan sonra sayılmayan isim gəlir. Sayıla bilməyən isim. Amma yəni maye halında, maddə halında, mücərrəd, bir çox mücərrəd bu və ya ərzaq. Amma bu sayılan isim də olmaz. Ənazildən sonra isə sayılan tək isim gəlir. Ənazilin ən rahatı birisi də ən. Əni gördünüzsə en. Sayılan tək isim en artiklı buradan yadda saxlayın. Baxın bu. İndi bunlar olmaz. 2 olmaz çünki maqazin, jurnal isimdir. Maç olmaz, sayılma isim tələb edir. Ənaz olmaz, sayılan tək isim gəlir. Ya deyək bayaq dedimi, samdır, menidir, enidir, nodur. Bunlardan sonra 2 dənə vəzik gəlir. More ya da azər, sonra da isim. Artıq isim, uşaqlar, buradakı more azəyə görə deyil. Sama, eniyə, meniyə, noya görədir. Yəni ona görə uzlaşdırılır. Və yəni burada mora baxmanın əhəmiyyəti yox. Yəni sam mor işlənir, sam azə işlənir. Samdan sonra necə isim gəlir? Ya cəm ya salim. Bu doğrudur. Yəni sam azə, azəyə baxmırıq çünki orada artıq təyin funksiyasını daşıyır, yəni sifət kimi. Burada isə nə olacaqdı? Ya cəm ya salim isim olur. Ona görə bu doğrudur. 1-3. Bilmirəm başa düşdünüz yoxsa yox. Bəli, mən düşdüm. Çox sağ olun. Buyurun. Sonra başqa sual var? Yoxdur sualınız. Amma əgər sual yoxdursa, keçək mətn demişdim, səhv etmirəmsə. İkinci mətnə baxmalıyıq. Bəli, mən. Oxuyuram. Education knows no bounds. Təhsil sərhəd tanımır. It can take place anywhere, whether in the job or in the kitchen while traveling. O deyir, istənilən bir yerdə baş verə bilər, baş tutar. İşdə və ya mətbəxdə, hətta səyahət edərkən. It includes both formal learning that takes place in schools and the whole universe of informal learning. O deyir, həm deyir formal olaraq, yəni məktəblərdə baş verir, baş tutur, yəni orada keçirilir. The whole universe of informal. Bir də ki, həmçinin də həm də ki, qeyri-rəsmi olaraq bütün kainatın öyrənməsi də ora daxildir. Yəni kainatla bağlı universe ilə müşahidə edərək, göyə baxaraq, yerə baxaraq və s. baxıb təfəkkür edərək yəni. The agents of education can range from a grandparent to the people debating politics on the radio, from a child to a distinguished scientist. Təhsilin kəşfiyyatçıları, agentləri, yəni təhsili araşdıran şəxslər, təhsillə bağlı deyək ki, əlaqəsi olan şəxslər, valideyndən siyasətçiyə qədər, radioda danışan siyasətçiyə, debatda olan siyasətçiyə qədər,
Uşaqdan fərqli, müxtəlif bir alimə qədər, yəni istənilən sahədə olan alimə qədər range ola bilər. Yəni fərqlənə bilər, dəyişə bilər, vüsət ala bilər. Whereas schooling has a certain predictability, education quite often produces surprise. Halbuki deyir, təhsil deyir, müəyyən deyir, öncə görməliyi var, yəni predictability, yəni təhsili deyir ki, öncədən deyə bilərik ki, məsələn, filan şeyi oxusaq, filan deyir ki, nəticəyə nail ola bilərik və ya bu şəkildə çalışsaq, yəni bu şəkildə bir təlimin daha doğrusu schooling, daha doğrusu təlimdir schooling. Təlimin deyir öncə görməsi var. Yəni ki, məsələn, müəyyən qədər əvvəlcədən bir şey deyə bilər bir proses sonucunda. Education təhsil isə quite olduqca təəccüb doğurur, yəni təəccüb yarada bilər. A chance conversation with a stranger may lead to a person to discover how little he knows of other cultures. Deyir ki, yad biri ilə olan chance conversation, yəni təsadüfi bir conversation, yəni söhbət. Onun deyir, digər şeylərlə bağlı, yəni digər cultures, mədəniyyətlərlə bağlı necə az bildiyini görə bilər, yəni onu səbəb ola bilər. Biri ilə söhbət etsək, oranı yazmayarız, zəhmət olmasa burada. People are engaged in education from infancy on. İnsanlar deyir, körpəlikdən təhsillə məşğuldurlar. Education is a very broad term, a lifelong process that starts long before the start of school and one that should be integral part of one's entire life. Təhsil deyir, uzun bir broad, yəni bir müddətdir, term, yəni müddətdir, uzun həyat boyu, lifelong prosesdir, yəni həyat uzun olan prosesdir, yəni ölənə kimi bizə davam edir. Starts long before the start, yəni məktəbin başlanmasından əvvəl başlanır, one that should be, yəni birinin həyatının uzun bir, yəni əsas bir hissəsi olar. Sonra, but schooling has a specific formalized verb whose general pattern varies from one setting to the next. Amma deyir, təlim xüsusi bir formal bir prosesdir, whose general, yəni hansının ki, nümunələri birindən digərinə doğru dəyişilə bilər. Bir nümunədən digərinə dəyişər. Throughout country, bir ölkə boyunca uşaqlar deyir, təxminən məktəbdə eyni vaxta gedir, eyni test kitablarını və ya ev işlərini edir, imtahan verir və s. Yəni eyni gedir, yəni belə. The slice of reality that are to be learned whether they are alphabet or an understanding of the working government have usually been limited. Gedir belə. To be learned, yəni öyrənilən bilən həqiqətlərin dilimləri məcazi mənada, yəni öyrənilən bilən həqiqətlərin hissələri hansı ki, onlar əlifba ola bilər və ya bir hökumətin işini başa düşmək ola bilər ki, onu anlaya bilir, hökumət necə işləyir, yəni işləyirmi, işləmirmi, o da maraqlıdır. Have usually been limited by the boundary of subject being taught, yəni öyrədilən fənnin sərhədləri ilə bağlı limitlənir, yəni burada bir yəni sınırı olur, sərhədi olur, o tərəfi keçmir. Müəyyən bir limit olur hər şeyin ki, yəni o tərəfdən öyrənə bilmirik, ya bilmirik və s. For example, məsəl üçün, high school students know that they are not likely to find out in their class the truth about political in their communication with their news films are expected. Məsəl üçün, lise tələbələri bilirlər ki, onlar not like to find their classes truth about politics. Yəni, onlar deyir, öz icmalarındakı və siyasi problemlər haqqında həqiqətləri araşdıra bilməyəcəklərini ehtimal edirlər və ya yeni bir rejissorlar nəyi eksperiment edir bilmirlər. Yəni, onlara müəyyən şey öyrədir, riyaziyyat, kimya, fizika, müəyyən bir dar çərçivəsi var, onu öyrənirlər və universiteti qəbul edirlər. Həyatları bundan, həyatımız məsələn, müəyyən müddətini bundan limitləyirlər. So, beləliklə, education is a process of teaching. Təhsil deyir, öyrənmə prosesidir, yəni dayanmayan, training, məşq etmə, yəni bir şey çalışma, idman etmə, məşq etmə və ya train etmə. Learning not only in schools or university, but also throughout life. Nəinki deyir, məktəb və universitet, hətta həyat boyu da öyrənirik, müşahidə edirik, bir şeyləri anlamağa çalışırıq. İndi belə, biz gələk buradan görək, burada nədir? Yəni, bizdə nöqtə birlərdə nələr istəyir? 6.1 oxuyuram. Going to school is only part of how people became educated. Məktəbə getmək yalnız deyir, insanların təhsili olmağının bir hissəsidir. Yəni, tam hissəsi deyil. Çünki deyir, axı, məktəbdə olar, universitetdə olar,
Kainata baxaraq da biz bir şey təfəkkür edib öyrənə bilərik və sairə. Bu turudur. Education is a lifelong process. Bu da turudur. Təhsil həyat boyu sürən bir proses. Yəni nə qədər ki yaşayırıq, öyrənirik, baxırıq, müşahidə edirik, hər şeydən öyrənə bilərik də. Yəni tək nəyisə oxumaq deyil. Education takes less time than schooling. Təhsil deyir, təlimdən daha az vaxt alır. Səhvdir. Təhsilin anlayışı genişdir. Təlimin anlayışı məhduddur. Yəni müəyyən fənləri öyrədirlər, bunu öyrən, bəsdir, bitdi, get. Yəni belə. Ona görə bu səhvdir. Təhsilin less deyil, more olmalı, daha çoxdur. Yəni onun daha çox vaxt alır. Education is not the fundamental part of one's life. Təhsil deyil, istənilən bir adamın, kiminsə, hər hansı bir şəxsin fundamental, yəni əsas hissəsi deyil, səhvdir, əsas hissəsidir təhsil. Bu belə. Ümid edirəm, bunlar aydın oldu. Növbəti sualda nə deyir bizə? Start. Birinci paragrafın başlığı nə ola bilər? Birinci paragrafın başlığı nə ola bilər sualına A, B, C, D, Y-dən əvvəl biz buranı oxuyaq, başa düşək. Education knows no bounds. Təhsilin heç bir sərhəddi yoxdur. It can take, o deyil, hər yerdə olar. İşdə, mətbəxdə və s. Səyahətdə və ya istənilən bir yerdə baş verir. Yəni sərhədsizdir. Bu cümlənin başlığı nə ola bilər? Gəlin ona baxalım. Oxuyuram. Going to several different schools is educationally beneficial. Müxtəlif növ məktəblərə getmək təhsil baxımından faydalıdır. It is commonly believed in the Amerikada inanılır ki, məktəb insanların təhsil aldığı bir yerdir. Aradakı onlar təhsil alırlar. C-də nə deyir? Today children stop their education by leaving schools. Bugün deyir uşaqlar məktəbə gedərək, məktəbi tərk edərək öz təhsilini dayandırır, səhvdir. Students go to school abroad to get better. Uşaqlar deyir, tələbələr xaricə gedir, daha yaxşı təhsil almaq üçün. Məktəbə, yəni xaricdə gedir. Y-də sizə ki, təhsil daha çox, yəni təlimdən daha çox genişdir. Yəni daha çox hər şeyi qapsayandır. Yəni daha geniş bir şeydir. Yəni all inclusive, yəni ora hər şey daxildir. Və sonra da deyir ki, hər şey daxildirsə demək ki, onun nəyi yoxdur? Onun sərhədi yoxdur. Yəni biz Y variantındakı cümləni gətirsək ki, daha ucu bucağı görünməyən, open-ended, yəni ucu bucağı olmayan, hər şey daxil olan bir prosesdirsə, demək ki, nədir? Sonra da ardıcı deyir ki, onun sərhəddi yoxdur, istənilən yerdə baş verə bilər. Yəni Y variantındakı cümləni yazsaq, birinci paragrafın ikinci cümləsinin məntiqi ardıcılığı ola bilər. 8-də, the agents of education are, təhsilin agentləri, yəni kəşfiyyatçıları, onları araşdıran şəxslər kimlər olur? Bu cümləni tapırıb analiz edirik. Can range from parent, deyir, nənə babadan normal deyir, radioda debat edən, müzakirə edən insanlara qədər, uşaqdan istənilən növ seçkin alimə qədər ola bilər. Yəni hər kəs ola bilər. A-da deyir ki, yalnız hörmət edilən nənə babalar. B-də deyir ki, məşhur alimlər. C-də demək olar ki, hər kəs. D-də deyir ki, yalnız uşaqlar. Y-də isə məşhur, tanınmış, alçanıq, politik siyasətçilər deyil. Yəni nənə baba da, uşaq da, siyasətçi də və s. hamı ola bilər. Demək olar ki, all people, yəni təhsilə məruz qalırıq hamımız. Gözümüzü dünyaya açandan bəri. Belə. Boundaries'də sərhəddir. Yəni bir şeyin sərhəddi, sonu, sınırı, türklər demiş və belə. Complete list of items. Əşyaların tam siyahısı. Internal part of something. Bir şeyin daxili hissəsi. Rules that prevent somebody doing something. Bir şey etməkdən kiməsə mane olan qaydalar. Yəni mən falan bir şey etmək istəyirəm, amma bu qaydalar mənə mane, qaydalarla bağlı. Yəni bizə mane olacaq qaydalar. Limits or edge of something, bir şeyin sərhəddi, sonu, sınırı. Bir də C-də isə nədir? Set of methods, yəni bir şeylərin metodu bu şəkildə, yəni edilə biləcək metod. Daha çox da yəni sərhəd elə limit deməkdir. Bir şeyin limiti, sərhəddi, sınırı, bu edge, kənarı budur. Sonra gəldik 10-cu sualda. Onda isə nə deyir bizə? Aşağıdakı suallardan hansına cavab verə bilər mətin? What can a person find out while communicating with an unfamiliar person?
Deyir, tanış olmayan yad biri ilə söhbət edərkən istənilən şəxs nəyi aşkar edə bilər, nəyi görə bilər? Bu var. Yəni orada deyirdi ki, söhbət edəndə onun how little he knows. Yəni başqa mədəniyyəti nə qədər az bildiyini biz müəyyən edə bilərik. Bu var idi. İkinci nədir? Does educational include üzr istəyirəm, təhsil deyir, həm formal, yəni rəsmi, həm də qeyri-rəsmi forma daxil deyir. Bəli, daxildir orada deyir. Why can't high school students can't learn real nə. Nə üçün deyir, lisey tələbələri öz ölkələrində siyasi problemlər, reallıqlar haqqında öyrənə bilmirlər. Yoxdur. Yəni öyrənə bilmir var, amma niyəsi yoxdur, niyəsi. Hansı yaşda deyir valideynlər öz uşaqlarının məktəbdə getməyini vacib hesab edir, o da yoxdur. Hansı yaşda at what age yəni təhsil, təlim prosesi başlayır, o da yoxdur. 1-lə 2 daha da olur. Belə, yəni reallıqda olsa belə, amma mətndə yoxdursa, biz onu doğru götürə bilmirik. Bax belə. İndi başa düşmədiyiniz, anlamadığınız nələrsə varsa, deyin, izah edeyim bir daha. Varmı anlamadığınız, başa düşmədiyiniz nəsə var burada? Xeyr, mənim. Xeyr, mənim. Tamam. Dinləmədə bəs necədir? Yaza bilmisinizmi, yoxsa çətindir? Dinləmədə bu hissəni skrin edin. Baxın, bu hissə var ya, bunu skrin edin. Elə sual listeningi gələcəyi ilə tez bir dənə qulaq asaq görək nə deyir burada. Əsas cavablarını sizə deyim, sonra yeni bir mövzu izah edərəm sizə. Palawan. Have you ever heard of an island called Palawan? Palawan adlanan heç bir adı eşitmisiniz? It is the largest island of the province of Palawan in the Philippines and the Filippində olan ən böyük adalardan biridir bu. fifth largest island of the country. Beşinci ən böyük adasıdır, yəni oranın ölkənin. In 2015, it was 2015-ci ildə voted as the most beautiful island in the world. If you ən gözəl söz itirdim, amma yəni ən gözəl adalardan take a birisi. look at some of the pictures of this beautiful island, Bir neçə şəkillərinə baxsaq, gözəl you şəkillərinə will probably understand why. başa düşə bilərsiniz, niyə gözəl olduğunu anlaya bilərsiniz. It has amazing beaches with crystal clear water and Kristal kimi deyir, belə aydın olan suları var, beautiful white sand. gözəl ağ qumları It var, has wonderful mountains with white stone cliffs. belə yəni qayaları olan gözəl dağları var. It also has some of the most incredible nature. Çox belə möhtəşəm, ağlasılmaz belə təbiəti var. The beaches are truly beautiful. Çimərliklər olduqca gözəldir. In the wonderful sea around the island, you can see dolphins, sea turtles, purple crabs, and giant clams. Orada delfinlər, yəni dənizdə delfinlərdir, ondan sonra belə crablər, xərsət kimi şeylərdir belə. Yəni müxtəlif növ, belə deyim, su heyvanlarını görə bilərik. If you are an animal lover, you can see leopards, cats, bearded pigs, peacock. Kətdir, pişikdir, leoparddır, yəni fərqli növ heyvanlar görə bilərsiniz. Tez-tez sadaladı, heyvan əgər Pheasants and many more rare animals. daha çox rare, yəni nadir heyvanlar da görə If bilərsiniz. you like hiking, Mount Mantalingahan is a good place to visit. Mount Mantalingahan əgər deyir hiking, yəni o yürüyüş xoşdurursa, gözəl yerdir. Bax bu 7-ci sual. It is 2072 meters above 2072 A variantıdır, yəni 2072 metrdir. Burada A variantıdır. sea level. Dəniz səviyyəsindən. From the top, you can see beautiful views of this incredible island. Yuxarıdan deyir bu adanın belə gözəlliyini görə bilərsiniz. Yəni yuxarıdan baxsanız, One city
and 12 out of the 23 municipalities of the province of Palawan. 23 municipalities of the province of Palawan are on this island. And 12 out of the 23 municipalities of the see beautiful views of this incredible island. One city and 12 out of the 23 municipalities of the province of Palawan are on this island. Bu adaya sahip olan yerləri deyir. Yəni bir şəhər və ya bir neçə yer ora aiddir. Belə. İndi gəlin baxaq. Burada cavab nə olar? Test cavabları deyim. Burada split bölünməkdir. Burada second ikinci ən böyük adadır. 2015-də ən egzotik yer oldu. Sonra province Palawan. This island has some nə. Bu adada, daha doğrusu buydu. Bu adada bir neçə unik, yəni bənzərsiz növ heyvanlar var. Yer daha doğrudur. 7-də hündürlüyünü deydi orada 2072-dir. Dəniz səviyyəsindən hündür. Sonra 8-də hansı sualın cavabı var? A-da deyir ki, adanın ətrafında olan dəniz necə adlanır? B-də deyir ki, neçə dənə heyvan deyir? Nadir heyvan orada yaşayır, yoxdur sayı. What can be seen from the adanın deyir yuxarısından, yəni nə görə bilərik? Hündür. Nə görə bilərik? Bax bu Mantoliqa hanvarı. Onun gözəl təbiətini görürük, onu deyir. Neçə dənə ada deyir Filippində var? Yoxdur. Hansı heyvanlar orada hunt edilə bilər, ovlana bilər? O da yoxdur. Cavab C daha doğrudur. Test edək. Baxaq. Mantoliqa yaxşı yerdir səyahət etmək üçün. Nə zaman? Əgər biz onu hiking-i xoşlayırıqsa, bax onu dedi orada. If you like hiking, Mantoliqa is a good place to visit. C variantını dedi. 10-cu sualda isə hansı deyir mətnə görə aydın olur ki, yəni hansı doğru olduğu aydın olur. Palawan is one of the islands included in Philippines. Palawan harda yerləşirdi? Filippində yerləşən adalardan biriydi. O da lap birinci cümlədə onu deyir. Bax belə. Digərlərində nə deyir? Deyir o heç bir atraksiyonu yoxdur. Sonra one can qeyri-adi heyvan görmək olmaz orada. Amma olur. Heyvanları sadaladı. Orada deyir adada hiking-ə getmək qeyri-mümkündür, səhvdir. Belə ki, adanın yuxarı hissəsinə getmək impossible, o da səhvdir. Cavab A variantıdır. Bax belə. Ümid edirəm ki, bu da aydın oldu sizə. Başa düşmədiyiniz varsa, cümlə varsa tərcümə edeyim. Sadəcə dinləməklə ki, çoxlu məşq eləməlisiniz, çoxlu dinləməlisiniz. Sadə videolara baxın, yəni çoxlu qulağınızı və ya məruz qoyun ki, bir dili başa düşəsiniz. Onu çox başa düşmək, çox dinləmək, bəzən subtitle-la onu demək sizə faydalıdır, yəni sabah dil kimi öyrənmək kimi də. Sual var burada? Tamam, yoxdursa çıxıram buradan. Əlavə mətn işləyərsiniz gələn həftəyə kimi də. Bir də qrammatik olaraq da nə işləyək, onu deyim. Əsas sizə qrammatikalardan deyim, bu bir ay ərzində hər həftə. Yox, bir testdir. Test. Gəlin belə eləyək. Mən sizə buradan keçəcəyim ismi əvəziyi burada whiteboard izah edeyim də. Çünki belə mövzu qarışıq düşdü. Mövzu var əslində, amma
Mövzu yaxşı düşmədi orada. Tapa bilmədim daha doğrusu, amma mövzu ümumiyyətlə var, onları göndərərəm sizə PDF-ini. Burada tapamadım. Bax, dərs olaraq nisbə əvəzi izah eləmək istəyirəm. Relative pronouns. Olacaq nisbə əvəzliklər. Bunlar. Ümumiyyətlə, nisbə əvəzliklər nələrdir? 5 dənəsidir. Who, whom, which, whose, that. Amma bir şey yadda saxlayın, what nisbə əvəzlik deyil. Yəni, isim sonra what görsəz, bu səhvdir. Olmaz. Nələr ola bilər? Nisbə əvəzliklər budur. Özündən əvvəl isim və əvəzlik gəlir və bunlardır. Ya who'dur, ya whom'dur, ya which'dir, ya whose'dur, ya da ki zətdir. Bax, bunlar. Bunlar, bu 5 dənəsi nisbə əvəzlikdir. İndi birinci qaydamız nədir? Gəlin ona baxaq. Əgər insan anlayışı bildirən söz və ya əvəzlik də ola bilər və ya burada isim ola bilər, ya bu əvəzlik ola bilər. Sonra xəbər gəlsə biz o araya ya who yazırıq, ya da that yazırıq. Sonra da xəbər. Tez-tez yazıram, test üzərindən deyərəm bir ikisini. Məsəl üçün, deyirik belə, mən, onu yazmayın da, zəhmət olmasa, üzərində heç nə yazmayın siz. Siz nəsə elədiniz, bax, o qarışdı. Siz toxunmayın ora. Mən, who is standing by the car is my friend. Deyir ki, maşının yanında dayanan adam mənim, deyir ki, friendim, yəni dostumdur. İndi görürsünüz, bu insan anlayışıdır mən. Is standing xəbərdir. İnsan anlayışı isimdir və əvəzlik də ola bilər. Is standing xəbərdir. Belə olarsa, biz buraya who yazırıq ya da that, bax, bunları yaza bilərik. İkinci qayda nədir? İkinci qayda odur ki, isim əvəzlik olur. Yenə insan anlayışı. Bu dəfə whom, that, hətta boş buraxarıq, hətta həm misalda who da yaza bilərik. Bu zaman nə olur? Əgər burada mübtəda sonra xəbər gəlirsə, yəni mübtəda yerində nə ola bilər? I, you, he, she, it, bax, bunlar əsası. Və ya isim də ola bilər, amma təyin edicili isim. Z, mən, z, boy, bu da ola bilər və ya burada I, you, he, she də ola bilər mübtəda yerində. İndi gələk, baxaq, necə ola bilər? The boy, whom, that, hətta boş buraxa bilərik. Məsələn, the boy you met. Who da olar. Bu çox işləmir, amma ola bilər. Burada əgər mübtəda gələrsə, ola bilər. Whom you met, görüşdüyün, qarşılaşdığın sən şəxs is my, deyək ki, cousin, əmim oğlu, dayım oğlu və s. Görürsünüz, insan anlayışıdır, mübtədadır. Bu, that da yaza bilərik, whom da yaza bilərik, hətta boş da buraxaq. Boş buraxmaq nədir? Heç bir şey demirik. The boy you met, görüşdüyün oğlan is my cousin. Bax, bu da doğrudur. Sonra növbəti qaydamız nədir? Which ilə bağlıdır. Cansız isim olarsa, yəni isim və ya əvəzlik əşya və ya heyvan anlayışı bildirsə, biz bu araya, siz yazıram, ya which yazırıq, ya that yazırıq, sonra da xəbər. Məsəl üçün, the bike has been mended. Baxın, bike which was broken. Cansızdır, was broken nədir? Xəbərdir. Biz bu araya nə yazaq? Ya which ya da that. Xəbər varsa, xəbər olan deməksə boş buraxa bilmirik. Sınınan velosiped artıq nə olur? Təmir olunub demək. İndi biz burada nəyə diqqət edək? Onu deyim sizə.
Əgər isim sonra xəbər varsa, uzlaşdırırıq. Məsələn, birbaşa xəbər gəlsə, bike nələri təkdə? Xəbər nədə olmalı təkdə? Yəni is olar, was olar, has olar. Buna diqqət edirik. Görürsünüz, ikinci xəbər də təkdə olmalıdır, has. Buna diqqət edirik. Yox, əgər mübtəda olarsa, yazıram əşya anlayışı isim. Əşya və heyvan anlayışı isimdirsə, biz oraya which də yazırıq, z də yazırıq. Hətta boş da buraxırıq, əgər mübtəda sonra xəbər gəlibsə. Belə, mən bu hissəni silirəm inşallah. Onsa dərsi sizə inşallah göndərəcəm. Delete edeyim bunu. Clear page. Məsəl üçün, misal yazın. The car which Z bunlardan biri boşluq. You bought nə deməkdir? Aldığın maşın is modern, müasirdir. Sayılır. Bax belə. Sonra başqa nə var burada? Bir də whose var. Onu yadda saxlayın. Hər iki tərəfi isim olur. Onu da cümlədə deyim sizə. Bu 5-ci qaydamızdır. Bu məsəl üçün teacher scolded the students who scores the low. Müəllim deyir, balı olan, aşağı olan tələbələri anladı deməkdir. Görürsünüz, özündən sonra artiklesız isim gəlsin, heç nəsiz. Yəni, bunun qarşısında z yazmaq olmaz, my yazmaq olmaz. O zaman mübtəda olur. His yazmaq olmaz. Artiklesız isim yazırıqsa, whose olur cavab. Bir də son olaraq singin törəmələri var. Məsəl üçün, everything, something, nothing. Bunları görsəz, bir də anything, singin törəmələrində z yazırıq. Mübtəda olsa boşda buraxa bilərik. Bu. İndi gəlin, çətin dərs deyil əslində, asanda, amma bir-iki xırda məqamları var. Burada nəyə diqqət eləyək? Baxın, ekranda göstərirəm sizə. Görürsünüz, way, yol, cansız. O zaman biz who götürə bilmirik cansız sonunda. Nə götür? Ya which, ya z. What olmaz, what'dan əvvəl isim gəlməz. Where olmaz, mesela where'dən sonra xəbər də gəlməz. Which, z, bunun arasında axtarır. A-da olar, B-də olar, Y-də olar. Amma uzlaşdırır. Way tək olduğu üçün xəbəri tək olmalıdır. Xəbəri tək olan hansıdır? Y variantı. Yəni, xəbəri tək olmaq nə idi? Controversidə qısa demişdik. Is, was, has və ya feilin sonunda s varsa buna tək deyil. Yəni, isim təkdirsə, is, was, has, sonu s olan feillər. Yəni, feilin birinci formasının sonunda s, görürsünüz, leads. Bax, belə olur. Cəmdə olsaydı, o zaman ya are-dır, ya were, ya da have-dır. Bax, bunlar olur. Sonra stories cəmdir. Cəmdirsə, indi nəyə baxırıq? What olmaz. Who's-dan sonra nə lazım idi? Ən sonda dediyimiz idi, sonlarda dediyimiz idi. İsim, o da yoxdur. Has xəbər olmaz. Ya which olur, can sonunda ya z olur. Birbaşa xəbər də olmaz. Which z. İndi biz nəyə diqqət edirik? Which z-dən sonra əgər isim cəmdirsə, xəbəri cəm olur. Yəni, have olur, the olur, are olur. Tək olsa has olardı. Cavab olacaq nə? A, have. Sonra 3-ə baxıram. Mən insan anlayışı. Düzdür. İnsan anlayışda which olmaz. Bir də 4-də nə olmaz? Baxın, who-dan sonra ya xəbər gəlir birbaşa, ya da mübtəda gələ bilər. Yəni, did you olmaz. Köməkçi feil, mübtəda sonra əsas feil, bu olmaz. Bu səhvdir. You shall olmaz. Nə olur? Ya who-dan sonra birbaşa xəbər olur, bir, ya da ki, insan anlayışı, we, mübtəda varsa nə edirdik biz oraya? Ya whom yazırdıq, ya z yazırdıq, ya da boş buraxırdıq. Ən pis halda who da ola bilərdi. Ki, amma who-dan sonra did, köməkçi, sonra mübtəda olmaz. Birbaşa feil olar.
Bir də mübtəda varsa boş da buraxırıq. Məsələn, the man we met, görüşdüyümüz adam. Bax bu 1 ilə 3. Sonra 4-də nə var? Gəlin 4-də də baxaq. Məsələn, design nədir? Cansızdır. Cansız, məsələn, what-dan əvvəl isim gəlmir. Çıxın getsin. Və which-dən sonra bir də z ola bilər. Amma birbaşa xəbər gəlsə uzlaşır. Design cəm olduğu üçün xəbərcəm olmalıdır. Are, were, have bunlar olur. 2 olar. Bir də 1 olur niyə? Baxın, gəlin onu da deyim sizə. Onun qaydası bilirsiniz nədir? Əgər which-dir, z-dir, who-dur. Bu üçündə xəbər gələ bilər bunlardan. Which-dən, z-dən, who-dan sonra xəbər birbaşa köməkçi feil görsəz, yəni əmizə vozbör görsəz, bu ikisini ixtisar etsəz, yerdə nə qalırsa o da doğrudur. O nədir? Onu izah edəcəm. Yəni presented, o feil sifətdir əslində, bu da doğrudur. Özündən əvvəlki ismi təyin edir. All the designs presented by Mr. White, Mr. White tərəfindən təqdim edilən bütün dizaynlar were perfect, mükəmməldir. O bilirsiniz nədir? Feilin ümumiyyətlə formaları var, o zamanlarda deyilir. Feilin birinci forması, məsələn, to present, təqdim etmək. Feilin ikinci forması keçmiş sadə zaman formasıdır. Presented, təqdim etdi. Feilin üçüncü forması, o da presenteddir, qaydalı feil isə idi. V4-dəki ing ilə gəlir, presenting. Belə tezli yazım. Məsələn, V2 xəbər ola bilər. Məsələn, I presented, mən təqdim etdim. Amma V3, yəni participle to da deyirik buna, keçmiş zaman feil sifət forması. Bu tək başına xəbər olmur. Edilən kimi tərcümə olunur. Məsələn, presented, təqdim edilən. Aydındır? Bunu xəbər etmək üçün qarşısına have yazmalıyıq. Have presented. Təqdim etmişəm. I have presented. He has presented. O təqdim etmiş. Demək ki, bu feili sifətdir. Aydındır? Bu xəbər deyil. Özündən əvvəl və ya bəzən də özündən sonraki ismi təyin edə bilir. Demək ki, buradakı presented feili sifətdir. Əgər belə deyim də sizə rahat olması üçün bu tip testlərdə siz görsəz ki, which-dən, z-dən sonra to be-nin forması var. Əmizə was verb varsa, bunu ixtisar edin. Yerdə nə qalsa, o da tək başına cavab olur. Çünki o feili sifətdir, özündən əvvəlki ismi təyin edə bilər. Buna görə cavab 1-dən 2-dir. Which, were, bir də present. Z, was yox, were olmalıdır. What-dan əvvəldə isim gəlməz. Bax, belə. Belə, müəyyən qədər izah elədim sizə düşər. Məsələn, bu cansızdır, əlifba, which olar, z olar, bax bu xəbər tək olur. Bu cansızdır, hekayə, which olur, z olur. Sonra uzlaşdırırsınız, xəbər tək olur, helps, is, Allah. Bu belə. Bu testi inşallah sizə göndərərəm, işləyərsiniz. Gələn həftə buna da baxarıq. Bir mətn işləyin, dinləmə işləyin, çoxlu sözlər əzbərləyin. Yəni, gələn dəfə 200-dən əzbərləyin. Yəni, çalışın çox söz əzbərləyin. Yəni, bu sizi irəli atacaq. Başqa sualınız varsa deyə bilərsiniz. Recording stopped. Yoxdursa inşallah sizinlə yavaş-yavaş sağollaşaq növbəti dərsə kimi. Tamam. Sualınız yoxsa uşaqlar, gecəniz xeyirli qalsın. İnşallah gələn dəfə görüşərik. Allah'a emanet olun. Sağ olun, hələlik. Sağ olun.